Bakıda tanışını öldürməyə cəhd təqsirləndirilən Nurlan Zərbəliyevin cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədri ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən Nurlan Zərbəliyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Nurlan Zərbaliyev tanışı Qabil Təhmarovu qəsdən öldürməyə cəhdi təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29-120.2.2, yəni xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd, 221.3, yəni xuliqanlıq silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunduqda və 228.4, yəni qanunsuz olaraq silah, onun kompleks hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələrlə ittiham sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.